Xəstənin birinci öhdəliyi həkimin verdiyi təyinatı və tövsiyələri düzgün və belə deyək də təxirə salınmadan yerinə yetirməkdir. Məsələn, xəstələrimiz olur, məsələn, bu dərmanı deyirik ki, səhər-axşam yeməkdən sonra içəcəksiniz. Məsələn, 2 aylıq müddətinə. Xəstə 1 həftə içir, 10 gün içmir, 5 gün içir, 3 gün içmir. Artıq bu müalicənin keyfiyyətini aşağı salır. Ya da 2 gün içi görür, psixoloji olaraq deyir, o təsiri yoxdur, dayandırım və s. və axır. Tam başqa cür də olur. 10 gün içir, deyir, yaxşı, ehtiyac yoxdur, dayandırır müalicəni. Bunlar hamısı müalicənin keyfiyyətini aşağı salan amillərdir. Ona görə xəstənin birinci öhdəliyi həkimin verdiyi təyinatı və tövsiyələri bir yerinə yetirməkdəndir. Bu bir. İkincisi, diz oynağındakı problemi, provokasiya, yəni daha da qızıqlandırıb və artıran hərəkətlərdən qaçınmağıdır. Məsələn, dediyim kimi, pilləkən çıxıb düşməkdən, eniş yoxuşdan, sonra kənd yerində olanında daha çox, məsələn, yerdən olan ayaq yollarının istifadənin qarşısına alınması, sonra namaz qılan insanlarda diz artrozu və duzlaşması varsa da dizi yerə qoyaraq namaz qılmağı tövsiyə edilmir. Stulda oturaraq namaz qılmağı məsləhət görülür. Bunlar çox önəmlidir. Çünki o dizdəki problemin artma sürətinə birbaşa təsir edir bunlar. Yəni, dizə düşən təzyiqi bir növ azaltmağımız lazımdır. Azaltmaq, bəli. Dizin o oynaq strukturlarını daha da rahatlaşdırmaq məqsədi güdür bütün bunlar. Üçüncüsü, xəstənin və ən önəmli səbəblərdən biri artıq çəki məsələsidir. Artıq çəki varsa da bir an öncə xəstə artıq çəkidən xilas olmalıdır. Təəssüf ki, müəyyən bir müddətlə, çox yox, bir 10 il bundan qabaq müqayisə ilə indiki hal-hazırda etsək, diz oynağında artroz problemi ilə gələn xəstələrin böyük bir hissəsində tək bir problem olmur. Şəkərli diabet olur, zob deyirik olur, revmatoid artrit olur, hipertenziya olur, yəni ən azı 2 və 3 xəstəlik olur. Təbii ki, bu şəkildə çəkini azaltmaq da çətin olur. Bəzən xəstələrim deyir, doktor, vallahi yemək yemirəm, amma arıqlanmıram. Bu yol deyil, yəni. Bu zaman ixtisası uyğun həkimə müraciət eləmək lazımdır. Artıq kompleks bir müalicə olmalıdır xəstənin. Yəni, diabet varsa, diabet kontrolda olmalıdır, zob kontrolda olmalıdır. Bunlar kontrolda ola belə, yenə çəki verə bilmirsinizsə, arıqlama mütəxəssislərinə, həkim, heyetoloqa müraciət edəcəksiniz. Bu şəkildə, yəni öz işini profesional bilən mütəxəssisə müraciət etmək lazımdır ki, fayda versin.